Vidalaşma bax belə olur. Gördünüz, bağladım, üzümdə gülərüz. Gəl bura. Aizbaku filialımıza daha gəlməyin. İşçilərimizlə də sağollaşdıq. Hər şey halallıqla, hər şey super. Sumqayıtla da vidalaşdıq. Sağ olun. Son günlər sosial şəbəkələrdə müzakirəyə səbəb olan məsələlərdən biri də illərdir sahibkarlıq fəaliyyətinə məşğul olan İlyasın kafe və mağazasının bağlanmasıdır. Onun paylaşdığı videodan sonra məsələ daha çox diqqət çəkib. Hazırda həmin məkanın qarşısındayıq. Bəs görəsən obyektlərin bağlanmasının səbəb nədir? Kafeni də nə üçün bağlayıram? İnsanlar deyəcək, nə oldu İlyas, elə bil bağlaya gedirsən. Bura yüngül əl gəzdirməli olmadı. Gəl yaxına maşın vuracaq dedi. Yüngül əl gəzdirəcəm çünki təmirə ehtiyacı var. Ona görə də nə vaxt açılacaq indi onu da bilmirəm. Müəyyən vaxtdan sonra açılacaq. Son vaxtlar üzərində icarəyə verilir yazısı olan boş obyektlərin sayının çoxaldığı müşahidə olunur. Sahibkarlar fəaliyyət göstərdikləri məkanları niyə tərk edir? Daşınmaz əmlak bazarında hər hansı bir obyekt satılmırsa və yaxud da ki, icarəyə verilmirsə, boş qalırsa, bu bütün bazara aid olunan bir tendensiya kimi qəbul olunmamalıdır. Bu, həmin obyektin sırf özü ilə bağlıdır. Ola bilsin ki, obyektin sahibi bazara təklif qiymətini düzgün müəyyən etməyib, bazar qiymətlərindən daha yüksək qiymətlərdə öz icarə dəyərini təklif edib. Bu baxımdan həmin obyektlər hal-hazırda istifadəsizdir, boşdur. Artıq dövr keçdikcə insanların vaxtı dəyərli olmağa başlayır və onlar daha çox məlumata sahib olanda artıq qiymətləri qarşılaşdıra bilirlər. Elektronik ticarət vərdişləri formalaşır. Sosial şəbəkələr vasitəsilə insanlar bir-birinin alış-verişlərini görür, daha uyğun qiymətə aldığını görür və bu da elektronik ticarətin inkişafında Azərbaycanda müsbət tendensiya yaradır. Xüsusilə xaricdən olan elektronik ticarət alış-verişi kəskin şəkildə son dövrlərdə də artmağa davam edir. Bunun səbəbi ondan ibarətdir ki, insanlar artıq görürlər ki, fiziki mağazada misal verin 100 manata aldığı məhsulları məsələn Almaniyada, Amerikada 50 manata, 30 manata daha uyğun qiymətə ala bilirlər. Artıq belə deyim ki, məlumata əlçatanlıq olur, məhsula əlçatanlıq və mövcud kargo şirkətlərinin inkişafı nəticəsində elə olur ki, məhsullar 5 günə, 7 günə Azərbaycana çatdırılır. Bu da sahəni əlçatan edir. Onlayn ticarətin təsiri daha çox ənənəvi ticarət mərkəzlərində hiss olunur. Belə məkanlardan biri olan Sədərət Ticarət Mərkəzindəyik. Görəsən onlayn ticarətin artması burada fəaliyyət göstərən sahibkarların işinə necə təsir göstərir? Bizim işimizə çox pis təsir göstərib. Çox pis təsir göstərib. Amma bütün alıcılara məsləhət görərəm ki, onlayn ticarət avr eləməsinlər. Ən gözəli ticarətin gəlib geyinib, bəyənib almaqdır. Əyində ölçü üstündə yoxlub almaqdır. Belə onlayn mallar ya böyük olur, ya kiçik olur, ya keyfiyyətsiz olur, ya aldanırlar. Çox vaxt aldanırlar. Hal-hazırda çox böyük təsiri var onlayn ticarətin bizim ticarətə. Əvvəllər çox adam olurdu, alıcı çox olurdu. Biraz onlayn inkişaf eləyəndən sonra hiss olunur ki, biraz zəifçilik var. Onlayn ticarət bizim işimizə demək olar ki, çox pis təsir göstərib, hətta 70%-ə qədər azalmalar müşahidə olunur. Azərbaycan sahibkarları isə hələ ki bu elektronik ticarətdə düzgün kadr tapmaqda çətinlik çəkirlər. Səhv kadrları yerləşdirirlər daxili elektronik ticarətdə. Ona görə də Azərbaycan yerli elektronik ticarəti inkişaf eləmir və bu sahədə qeyri-ciddi yanaşırlar da. Çox qeyri-ciddi yanaşdığı üçün ona görə də bazar xarici oyunçuların əlində qalır. Hər iki tendensiya bu üzrə müşahidə olunur. Gələcək nə göstərəcək bilmirəm. Hələ ki texnologiya inkişaf eləsə də bu günləri xarici elektronik ticarətlərin sayəsində Azərbaycanda elektronik ticarət inkişaf edir. Amma yerlidə hələ ki bir tendensiya yoxdur.